Tədbir Biləsuvar Mərkəzi Kitabxanasının yaşıl həyətində baş tutdu. Söz, sənət və sənətkarlıq eşqi ilə yoğrulmuş görüşdə Biləsuvarlı və ətraf rayonlardan olan onlarla şair, yazıcı və ziyalı iştirak edirdi. Onlar da Mir Nəsihət Mürsəlovun bu əziz təşəbbüsünü alqışlayaraq keçmişini fədakar tibb işçilərinə göstərilən hörməti yüksək qiymətləndirdilər. Kitabda təkcə bugünün həkimləri deyil, ötən əsrin 50-60-cı illərində səhiyyəyə ömrünü sərf etmiş, bir çoxu artıq dünyasını dəyişmiş yüzlərlə fədakar həkimin tibbi personalın həyat yolu, xidmətləri, adları əbədiləşdirilib. Ümumilikdə 300-ə yaxın həkim və tibb işçisi haqqında dolğun məlumat yer alır. Tədbirin aparıcısı şair Əla Aşıq qonaqlara Ağ xalatlı xilaskarların müəllifi şair həkim Mir Nəsihət Mürsəllini təqdim edərək bildirdi ki, Ağ xalatlı xilaskarlar kitabı təkcə Biləsuvar səhiyyəsinə deyil, bütövlükdə bölgənin səhiyyə tarixinə işıq tutan qiymətli bir salnamədir. Bu kitabın adı Ağ xalatlı xilaskarlar kitabıdır. Təxminən bu kitaba 2 il müddətində mən zəhmət çəkmişəm. Kitaba hardasa 250-yə yaxın Biləsuvar rayonunda fəaliyyət göstərən həkimlərimiz haqqında geniş məlumat verilmişdir. Burada 1910-cu ildə anadan olandan ta son illərə qədər gənc yaşlarında işləyən həkimlərimiz haqqında ensiklopedik məlumatlar verilmişdir. Və bu tədbirin keçirilməsində məqsəd həmin bu həkimlərimiz haqqında ictimaiyyət arasında geniş fikir yaymaq, onlar haqqında geniş məlumat vermək idi. Tədbirdə müəllifin qələmə aldığı kitab haqqında öz səmimi təəssüratlarını bölüşən Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərvaz Əskərli, şair, publisist, prezident təqaüdçüsü, kitabın redaktoru Ədalət Salman, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seydağa Seyid Sadiq çıxışlarında bildirdilər ki, Mir Nəsihət həkim bu kitabı yazmaqla həm peşəkar həmkarlarına, həm də bir vaxtlar canını xalqı üçün fəda etmiş səhiyyə əməkdaşlarına bir minnətdarlıq borcunu ödəmək istəyib. Tədbirdə rayonda yenicə fəaliyyətə başlayan Xəzinə Ədəbi Birliyinin üzvləri sözə, sənətə, poeziyaya dəyər verən tanınmış simalar müəllif Mir Nəsihət Mürsəllini yeni çapdan çıxmış kitabı münasibətilə bir-birindən inci misralarla, poetik ifadələrlə vəsf edib. Mir Nəsihət həkimin Ağ xalatlı xilaskarlar kitabının araya ərsəyə gəlməsində mənim də zəhmətim var. O kitabın redaktoru kimi istəmişik ki, kitab müasir tələblərə uyğun çap olunsun. Və bunun üçün də kitabda gedən materiallar həm də bu günümüz üçün də aktualdır. Könül Kazımova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.